Asan xidmət evimizin yaxınlığındadır, ona görə də elə piyada getdik. Bizim gəldiyimiz home store inşaatçılar tərəfdə yerləşir. Ən çox xoşuma gələn belə bir minnoş tolkadır. Bunun da qiyməti 80 qəpikdir. Burada kosmetikadan əlavə belə çanta da qoyublar. Qiyməti 89 manat. Paltarın qiyməti 77 manatdan 25 manata düşüb. Kündələri hazır elədim, qoydum. Hərəsi 40 qramdır. 40 dənə kündə alındı. Üstündə naxışın izləri qalmırdı, geri qayıdırdı. Amma bu doğrudan da yaxşı xəmirdir. Bundan sonra bu xəmirdən istifadə edirik. Hər kəsə salam, YouTube kanalıma xoş gəldiniz. Daimi izləyənlər bilər ki, YouTube'dan artıq pul qazanmağa açılıb. Ona görə də gedirəm ki, onu Asan xidmətdən vergi xidmətini aktivləşdirim. Əslində bu vaxta qədər elə bilirdim ki, 4000 saatı yığıldıqca pul gəlir yeri də yığılır. Elə deyilmiş. Sən demə, 4000 saatdan sonra gəlir yeri sonra açılır, aktivləşir. Yəni bu vaxta qədər çəkdiklərimin pulunu vermirlər, bundan sonrakıların pulunu verəcəklər. Ona görə də YouTube'a yeni başlamaq istəyənlər bunu fikirlərində tutsunlar. Asan xidmət evimizin yaxınlığındadır, ona görə də elə piyada getdik. YouTube'da qazanc əldə eləməklə bağlı çox da bilgim yox idi. Elə bildim ki, təkcə elə vergi ödəyəcəm. Sən demə, onun yanında sosial sığorta falan da ödəmək lazımdır. O da minimum 116 manatdır. Buradakı kadrlarda düzdür vergini aktivləşdirirəm, amma sonradan bilgim olduğuna görə sonradan gedib həmin xidməti donduracağam. Çünki gəlir çox azdır. Hələ ki təzə başlayıb. Qazanc da çox aşağı olduğuna görə vergi ilə sığortanı ödəmək heç cür mümkün olmayacaq. Məcburən mən dondurmalı olacağam. Bundan əvvəlki gəlişlərimizdə Asan xidmətdə belə bir yer olduğunu bilmirdim. Yəni görməmişdim. Yəqin ki təzə açılıb. Həqiqətən də uşaqlar üçün yaxşı bir addımdır, çox gözəl düşüncədir. Yəni uşaqların başını qatmaq üçün, sakitləşdirmək üçün gözəl addımdır. Asan xidmətdən çıxandan sonra əslində paltar dükanına getdik. Yəni bizim yaxınlığımızda yerləşən Usan butik var idi. Oradan mən bir dənə də geyim almışam. Onu sizə axırda göstərəcəm. Həmin dükana girəndə çəkmədim, yadımdan çıxdı. Ondan sonra da gəldik home store-a. Burada gözəl ev aid əşyalar var. Bizim gəldiyimiz home store inşaatçılar tərəfdə yerləşir. Yəni birinci dəfədir bura gəlirəm, görək nələr var burada. Belə bir doğrama lövhəsi var. Həm sunumluqdur, həm doğramalıqdır məncə. Şüşədəndir amma. Əlimə götürəndə çox ağır idi. Qiyməti 13 manatdır. Belə qabların da qiyməti 7 manat 50 qəpikdir. Kasalar da tək-tək satılır. Bunun da bir dənəsi 2 manatdır. Belə kasanın da qiyməti 1 manatdır. Mənim istədiyim rəng amma açıq rənglərdədir. Mənim çünki qablarımın rəngi açıqdır. İstəyirəm ona uyğun bir şey alım. Mən aldığım servis dəstində hər şey var idi. Bir dənə kasasından başqa. Onu da mən sonradan bilmişəm. Alanda dəstin içində fikir verməmişdim ki, yoxdur. Sonradan bizə qonaq gələndə, bunu bizə irad bildirəndə bildim ki, yox imiş. Burada həm də dekorlar da satılır. Hər cibə uyğun münasib suvenirlər almaq olar. Keçən dəfə mini blog hazırlamışdım və short videosu kimi paylaşmışdım. Orada belə bir rəy diqqətimi çəkdi. Yazmışdı ki, telefon çox sirkələyəsiniz, yəni adamın gözü ağrır baxanda. Yəqin ki, hərəkətdə olarkən çəkiliş biraz yaxşı alınmır, ola bilər, yəni razılaşıram. Çalışacağam, amma bundan sonra diqqət edeyim sonraki çəkilişlərimdə. Belə bir suvenerin qiyməti 3 manatdır, məncə yaxşıdır qiyməti. O vaxtın suvenirlərinə oxşuyur, yəni Sovetin vaxtında olanlara, amma Çin istehsalıdır. Çöldə olarkən çəkiliş eləmək biraz çətindir, çünki nə qədər adamı qıraqdan baxır, adam da narahat olur, çəkə bilmir. Ona görə də çəkilişlərin biraz qeyri-professional alınır. Bu çaşqanı biraz Aykanın çaşqasına oxşatdım, yaxşıdır, burada qiyməti 1 manatdır. Burada da cürbəcür ayaqqabılar var, məsəl üçün bunun qiyməti 6 manatdır. Karafinkalar da ən aşağısının qiyməti 3 manat 80 qəpikdən başlayır. Belə bəzəli limon bilkası da 4 manat 50 qəpiyədir. Bunun da qiyməti 3 manat 80 qəpikdir. Tolka şəklində olanın da qiyməti 4 manat 50 qəpikdir. Ən çox xoşuma gələn belə bir minnoş tolkadır. Bunun da qiyməti 80 qəpikdir. Bunu mütləq alacağım, çox xoşuma gəldi. Belə bir həvəng dəstələr var. Burada qiymətləri yaxşıdır. Yəni Temuda baha qiymətə idi.
30-dan yuxarı idi yaxşılarının qiyməti. Birinci göstərilən qranit rəngində olan amma plastikdir, onu istəmədim götürüm. Bunlardan bir dənə taxta xoşuma gəldi, onu götürəcəm. Plastikin qiyməti 4.50 idi deyəsən. Taxtanın da qiyməti 5.90 idi. Belə bir saxlama qabının da qiyməti 4 manat 80 qəpik. Cürbəcür sabunlar da var, amma ən çox diqqətimi çəkən burada şamlar oldu. 25 dənəsinin qiyməti 3 manat 30 qəpikdir. Mətbəx üçün, qaz üçün belə bir şarj qalqalar da var. 1 manat 50 qəpikdən 2 manata qədərdir qiymətləri. Şarj qalqadan əlavə içinə doldurmaq üçün qazı da qoyublar, görürsünüz. Yəni içindəki qutarsa əlavə eləmək olar. Bunu da səbətimə əlavə eləyəcəm. Belə bir boş sprey qabları var. Bunun da qiyməti 60 qəpikdir. Belə bir sabun qabı da var. Yığılan su görürsüz orta hissəsindən özündən axıb tökülür. Bunun da qiyməti 2 manat 30 qəpikdir. Bunu da səbətimə əlavə eləyirəm. Şüşə materialından belə bir sabun qabı da var. Bunun da qiyməti 4 manat 50 qəpikdir, amma biraz ağırdır. 2 manat 10 qəpiyə də belə 2 dənəli sabun qabı var. Bunu divardan yapışdırmaq olur. Arxasında vanduzu var. Əslində istədim bunu da götürüm, amma sonradan geri qaytardım. Dedim qalsın gələn dəfəyə. Belə bir yapışqanlı lentə var. Bunu qazın kənarına, karantın kənar tərəflərinə yapışdırmaq olar. Qiyməti də 1 manat 50 qəpikdir. Mənə həmişə 2 tərəfli skoç lazım olur, amma bu qiymətə, bu qalınlıqda, yəni bu ölçüdə heç yerdə rastlaşmamışam. Özdəki qiyməti 1 manat 10 qəpikdir. Qiyməti çox sərfəlidir. Mən özüm sədələyə də getmişdim. Oradan alanda, yəni minimum 3 manatdan aşağısı yox idi. Dırnaq tutandan da qiyməti yaxşıdır. Böyük ölçüdədir. 90 qəpiyyədir birinin qiyməti. Balacası deyəsən ondan da aşağıdır qiyməti. Prosta mən istədim böyük ölçü götürüm. Hava təravətləndiricilərinin də qiymətləri uyğun qiymətədir. 1 manat 80 qəpikdir qiymətləri. Saçlar şampunla yandan sonra mütləq mən saç kremindən istifadə edirəm. Bu da mənə lazım olacaq. Qiyməti 4 manat idi. Telefon qoymaq üçün vasitədir. Çox uyğun qiymətədir. 90 qəpikdir birinin qiyməti. Məndə hal-hazırda var, ehtiyacım olsa gələndə alacam. Keçmiş illər yad eləmək üçün bayram kremi ilə rastlaşdım və almadan keçə bilməzdim. Qiyməti də 90 qəpikdir. Paltar sancaqlarda hər qiymətə var idi. Məsəl üçün bunun qiyməti 3 manat 80 qəpik idi. Bu sancağın qiyməti də 1 manat 70 qəpik idi. Və belə bir 1 manatlıq sancaq da var idi. Taxta sancaqlarında qiyməti 80 qəpik idi. Və belə bir sancağın da qiyməti 1 manat 20 qəpik. Mikrofiber stolüstü bezlərində qiyməti 3 dənəsi 2 manat 30 qəpik. Önlüklərin qiyməti 3 manatdan başlayır. Birinci göstərdiyimin qiyməti 5.30-dur, ikincisi 3 manatdır. Xəkəndazı ilə bir yerdə belə bir plastik süpürgə var. Bunun da qiyməti 10 manat 50 qəpikdir. Belə süpürgələrin də böyüyü 4.50 idi, balacası 3.50-yə. Biz amma buradan almadıq. Evimizin yanında başqa var idi. 4 manata idi orada. 2-dən aldıq. Burada belə plastikdən kasalar da var. Bunların qiymətləri yadımda qalmadı. Telefonu da ekran yaxınlaşdıranda dəqiq görmək olmur qiymətini. Ona görə də dəqiq deyə bilməyəcəm. 1 manat 10 qəpiyə də belə bir duz qabı gördüm. Məncə keyfiyyəti yaxşıdır. Götürəcəm bunu da. Belə bir bıçağın qiyməti 1 manat 50 qəpikdir. Ola bilsin ki, videoda böyük görsən, amma əslində balacadır. Limon doğramaq üçün daha yaxşıdır. Taxta bıçağın qiyməti 1 manat 30 qəpik. Yaşıl dəstəgilər 1 manat 10 qəpikdir. Ağ qranit qazan dəstinin isə qiyməti 58 manat 50 qəpikdir. Saç fenlərində ucuzdan bahalıya kimi sıra ilə düzüblər qiymətlərini. Ən aşağı saç ütüsü 13 manat 50 qəpikdən başlayır. Çərçivələrin qiyməti ən aşağısı 2 manat 70 qəpikdən başlayır. Saatların qiyməti isə 7 manat 20 qəpikdən başlayır. Fikirləşdim ki, kasaların rəngi servis dəstimdən eyni rəng olmasa da olar. Yəni ən çox xoşuma gələn bu kasalar oldu. Bunun da birinin qiyməti 1 manat 20 qəpikdir. Əsas bu kasalar mənə stalisini və yaxud da qatıq tökməyə yarayacaq. 4 dənə mənə bəs eləyər, mənə elə gəlir. Yəni çatmasa, yenə gəlib təzədən ala bilərəm. Bunlar tək-tək qiymətləridir, yoxsa belə? Yox, üçlüdür. Üçü bir yerdə. Bəli. Bunlar tək. 16.50, 15, 13.50. Bu vaxtın növ lampalarının qiyməti 5 manat 20 qəpik. Burada hazır düzəldilmiş ətirlər də satılır. Mənə elə gəlir ki, bundan qramlıq ətirlərdir. Belə qabdaşın qiyməti 15 manatdır. Home Store-da alış-veriş eləyəndə panda orada yatmışdı, hələ də yatır. İndi də gedirik Olivia'dan kosmetikalar almağa.
Nəmləndirici olaraq aloe verin gelindən istifadə edirəm. Evaline kosmetikadan. Qiyməti də 7 manat 50 qəpik idi. Öz evimiz tərəfdə bundan satımlar çox heyif ki, mən də aptekdən başqa aloe vera almışdım, amma 3 manat idi onun qiyməti. Amma yəni keyfiyyəti də yaxşı deyildi. Xoşuma gəlmədi, ona görə də təzədən gəlib bunu aldım. Makyajı silməyi mən həmişə nəm salfetka ilə silirdim, amma bu dəfə istədim ki, Biodermanın makyaj təmizləyicisini alım. Yoxlamaq üçün balaca ölçünü aldım, həssas dərilər üçün olan. Qiyməti 11 manat 25 qəpik idi. Burada kosmetikadan əlavə belə çantada qoyublar, qiyməti 89 manat. Daha sonra gəldim ki, Tanani alım. Mən həmişə Evaline'ın Tananisini istifadə edirəm. Artıq 4-cü, 5-ci dəfədə alıram. Qiyməti 7-8 manatdır. Günlük istifadə üçün yaxşıdır. Həmişə mən 2 nömrəni işlədirdim, amma bu dəfə 1 nömrəni aldım. Ona görə ki, 2 nömrə yox idi, bitmişdi. Eybi yox, bu dəfə bunu sınayım. Yəqin ki, pis olmaz. Bazada neçə vaxt istifadə eləmirdim. İstədim bunu yoxlayım, görüm necədir. Satıcı xanım əlimdəki bazanı mənə məsləhət bildi. Neçə vaxt idi rumyanam qurtarmışdı, ona görə də bu firmanın rumyanasını götürəcəm. Əvvəl roz rəngi seçmişdim, amma sonradan fikrimi dəyişib bu rəngi götürdüm. Ümumilikdə məbləğ 41 manat elədi, amma bizdə kartda bonusda 8 manat var idi. Oradan çıxdıq 33 manata başa gəldi. Mağazada paltarı alanda çəkə bilməmişdim. Evdə sizə rahat şəkildə göstərirəm. Paltarı inşallah bacımın xına yaxçısında geyinəcəm. Paltarın qiyməti 77 manatdan 25 manata düşüb. Həmin vaxtda şanslı oldum ki, ala bildim. Niyə görə qiymətini bu qədər çox endiriblər? O da görə ki, təkcə bir yerində defekti var idi. O da zamok hissəsində idi. Zamoku da düzəltdirməyə yəni o qədər məbləğ lazım olmaz. Yəqin ki, 3-5 manatdan artıq olmaz qiyməti. Əslində dükana elə belə girmişdi, yəni salmaq fikrimiz yox idi, sadəcə baxıb çıxacaqdıq. Amma bunu görən kimi almaq istədim. Almadan çıxa bilməzdim, çox sərfəli idi yəni. Həmin paltarın rəzri hissəsi də biraz çox qısadır, onu da tikdirəcəm, biraz aşağı salacağım. Evdə hazır fındıq ləpəsi var idi. Ataya dedi ki, ürəyim şəkərbura istəyir. Mən də onun istəyinə uyğun şəkərbura hazırlayacağam. İlk dəfə olacaq ki, döymə xəmirdən hazırlayacağım. Bunu da Xəyalcan şefdən görmüşəm reseptini. Xəmirə 400 qram kərə yağ vurulur. Mən möcə yağından istifadə edəcəm. Əsas hazırlama qaydası da yağla unu birlikdə umaz kimi eləmək lazımdır. Onu da blenderdan daha rahat eləmək olar. Bizdəki blender elə də böyük deyil, ona görə də yarı-yarı istifadə edəcəm. Bir hissə hazırlayıb, sonra digər hissəsində sonra hazırlayacağım. Yəni hissə düzəltəcəm. İkinci hissəni də hazırlayıb əlavə eləyirəm. Çox gözəl umac alındı, görürsünüz. Ovulur belə. Bir çay qaşığı mayanın 4də 1 hissəsini götürmək lazımdır. Salfetkanın üzərinə töküb bölmək olar, yəni dəqiq bölmək olmursa. Çox maya varanda göyərmə verir, ona görə də bu miqdarda olsa daha yaxşı olur. İçinə biraz da su tökdüm, belə suda açmaq lazımdır. Mayanı qoyuram burada açılmağa, ona qədər də yumurtaları əlavə eləmək lazımdır. Deməli 2 dənə yumurtanın sarısı, bir dənə də bütöv yumurta əlavə eləmək lazımdır. Bir dənə bütövünü əlavə eləyirəm, birində ikisinin də ancaq sarısı. Üstünə də 25%-dir. Məndə 20%-dir. 25%-də olmalıdır 200 qramlıq simitan. Ağırına qədər mikserlə qarışdırmaq lazımdır. Yəqin ki, bu qədər qarışdırmaq bəs eləyər. Bayaqçı mayanı da əlavə edirəm, bayaqçı düzəltdiyim. Bir paketdə vanilini əlavə edirəm, vanil. Bir çimdik də duz əlavə edirəm. Belə bir xəmir alındı. Yəni bunu istəyənlər reseptində yazılmışdı ki, çox azca süd də vurmaq olar, amma mən heç nə vurmadım. Elə gördüklərinizdən başqa heç nə vurmamışam. Elə hamısı reseptdəki kimi elədim. Süd falan vurmadım. Belə yoğurdum. Belə eləyəndə, yəni belə sözə baxan xəmir olmalıdır da. Sözə baxan xəmir olanda deməkdir ki, hazırdır. Kündələri hazır elədim, qoydum. Hərəsi 40 qramdır. 40 dənə kündə alındı. Xəmirin içliyin içinə tökəndən sonra fikir verdim ki, xəmiri bükəndə bir-birinə yapışmır. Ona görə də sonradan düşündüm ki, içinə mən qıraqlarına su vursam daha yaxşı olar və işə yaradı. Sonradan yapışdı. Sizdən kiçik bir xahişim var. Əgər kanala abunə deyilsinizsə,
Lütfən abunə olun, like düyməsini basıb və yorumlarınızı, fikirlərinizi rəy bölməsində yazın ki, video kəşfiyyata düşsün. Biz həmişə Rəhimə ilə şəkərbura hazırlayanda naxışlarını o vururdu. Qıraqlarını mən bükürdüm, yəni içinə ləpəni qoymağı, bükməyini mən eləyirdim, naxışlarını Rəhim eləyirdi. Nəsə mən naxış vurmağı o qədər də bacarmırdım, həm də həvəsim olmurdu. Elə əvvəldən fikirləşirdim ki, bacarmayacağam, elə ondansa qırağını büküm, içinə ləpə qoyum. Amma bu dəfə Rəhimə yorğun olduğuna görə, işləri çox olduğuna görə bu gün mən tək eləyirəm. Amma onu deyim ki, əvvəl vəbşə mən heç alındıra bilmirdim. İndi nəsə görürəm ki, alınır. Yəqin ki, bu döymə xəmirlə daha yaxşı naxış vurmaq olar. Bacarmayan belə bacara bilər. Çünki standart xəmirlə mən eləyirdim, belə olmurdu. Naxışı vururdum, üstünə rezin kimi geri qaydırdım. Əlimdə gördüyünüz dizayn isə Elnarə elədi, yəni onun dizaynıdır. 5-6 dənə də o elədi. Əvvəlki reseptdən naxışlayanda görürdüm ki, üstündə naxışın izləri qalmırdı, geri qaydırdı. Amma bu doğrudan da yaxşı xəmirdir. Bundan sonra bu xəmirdən istifadə edəcəm. Şəkərbəni qurtarmağa yaxın Rəhimə bacım da gəldi köməyə. Uzunsov naxışı olanlar da Rəhimənin elədikləridir. Mənim naxışlarım çox da professional olmasa da, amma əvvəlkindən yaxşıdır. Şəkərbanın da hamısının eyni ölçüdə olmağı ona görədir ki, mən əvvəlcədən tərəzidə hamısını 1-1 40 qram ölçüb qoymuşdum. Ona görə də biri böyük, biri balaca alınmadı. Eyni razmerdə, eyni ölçüdə alındı. Videonu burada sonlandırıram. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Abunə olmadan izləyənlərdən lütfən abunə olsunlar. Like düyməsinə də basıb fikirlərinizi də rəy bölməsində yazsanız videonun kəşfiyyata düşməyinə yardımcı ola bilərsiniz.